Mövzu sınağı 9, C variantı, sual 1. Bərabərsizliyi həll edin deyir. Gəlin bərabərsizliyi yazaq. Surət 9 çıxılsın pi kvadratı, 9 çıxılsın x kvadratı, kiçik bərabər 0. Bərabərsizliyi həll eləməliyik. Pi-nin təqribi qiyməti bilirik ki, 3 tam %14. Bəli, 3 tam %14-ün də kvadratı əlbəttə ki 9-dan böyük eləyəcək. Demək bu kəsirin surəti mənfidir. Bərabərsizlik də kəsirdə 0-dan kiçik bərabər olması üçün məxrəc müsbət olmalıdır ki, mənfini müsbətə böləndə mənfi eləsin. Aha. Məxrəc müsbət olmalıdır. Surəti qoyuram kənara, çünki surət dəqiq bildim ki, mənfidir də. Çünki pi-nin qiymətini bilirəm. Surəti qoyuram kənara. Məxrəcin müsbət olduğu salam aydan axşamı xeyir. Böyükdür 0 şərtini həll edirəm. Kvadrat bərabərsizlikləri intervallar üstünə həll edirik. Vuruqlara ayırırıq. 3 çıxılsın x, 3 üstə gəl x, böyükdür 0. Sonra sıfırları qeyd edirik. 3 sıfırlar. Bəli. 3-lə mənfi 3. Aha. Nəyə başa düşməsiniz? Nə çətinliyiz olsa uşaqlar, deyin, izah edeyim yenidən. 3-dən böyük ədəd desəm, indi burada 3-dən böyük 4 desəm, 3-dən 4 çıxanda birinci mötərizəmiz mənfi edir, ikinci müsbət edir. Mənfini müsbətə vuranda 3-ün sağı mənfi elədi. Sonra növbələşir də, çünki burada cüt qüvvət yoxdur. Müsbət mənfi. Bizə lazım idi böyükdür 0 olan yer, yəni müsbət. Birləşir 3-dən mənfi birləşir 3-dən müsbət. Niyə? Mənə böyükdür yer lazımdır, müsbət yer lazım. Mənfi 3 yerində. Bəli, doğru cavab olur A. C bəndi olmur ha. Doğru cavab A olur. Bildiniz də niyə C bəndi olmayacaq? Çünki 3 daxil ola bilməz. 3-ü məxrəcdə yerinə yazsaq 9 çıx 9 0 eləyir və bu kəsirin mənası olmur. Yaxşı. 2. İfadəsinin qiymətini tapın. Yaxşı. Deməli, 0-dan dövrdə 4, 9-da 4 kimi. 9-da 4 oldu. 9-da surəti 1 eləyir. Xeyr. Məxrəc olur. 99-da 40, 99-da 60. 99-da 60. 60. Uşaqlar, bu tipli misalları həll edəndə yadınızdadırsa, deməli, kəsirin surət və məxrəcində kəsir olanda biz kəsirin surət və məxrəcindəki kəsirləri yox eləyirdik. Necə yox eləyirdik? Kəsirin əsas xassiyətinə görə surət və məxrəci eyni ədədə vururduq. İndi mən surət və məxrəci 99-a vuracam. 9-a vursan. Yaxşı. 99 vurulsun 9-da 4. Üstə gəl 99 vurulsun 9-da 6. 99 vurulsun 99-da 40. Üstə gəl 99 vurulsun 99-da 60. Hamısı bildim. 44 üstə gəl. Yaxşı, uşaqlar, səssiz götürdü aləmi. 44 plus 66. Məxrəc olar 99-a getdi 40. 99-a getdi 60. Surət elədi 110, məxrəc elədi 100. 100-də 110. 110-da 100-ə böləndə 1,1 qalacaq cavabı. Doğru cavab A. Çətinliyiz olanda deyim. Mən burada izah edirəm, siz qulaq asın. Hamımız birdən danışanda səs qarışır bir-birinə. 3. Və yaxud da kimsə nəsə fikir bildirmək istəyirsə, qabaqsından desin, izah eləsin, mən dinləyim sizi bir-bir. Hamı birdən danışanda qarışıq, çox qarışır səslər. Yaxşı, sual 3. Birinci kökaltı ifadəyə diqqətlə baxsaq, o bizə 3x üstə gəl 4-ün mötərizə kvadratını verir. Üstə gəl. İkinci kökaltı ifadədə 5x üstə gəl 3-ün mötərizə kvadratını verir. Kiçik bərabərdir. 3y-dən alın. 3y. Yaxşı, 3y. Yadınızdasa demişdik, kök altında a kvadrat ifadəsindən modul a çıxırdı.
Onda birincidən çıxır modulda 3x üstəgəl 4. İkinci ifadə kökdən modulda 5x üstəgəl 3y çıxır. Bu da bərabər, kiçik bərabərdir 0. İndi 2 dənə modulu toplamışamsa, bu modulların cəmi 0-dan kiçik ola bilməz. Çünki moduldan ən azı cavab 0 çıxır. 0-ın üstünə 0 gəlsəm, bu 0-a bərabər ola bilər, amma 0-dan kiçik ola bilməz. Və bu cəm 0-a bərabər olması üçün toplananların hər biri 0 olmalıdır. Çünki bunlardan mənfi çıxmır. Ya 0 çıxır, ya müsbət. Müsbət ədəd çıxsa, toplasam 0 eləməz axı. Demək, hökmən hər ikisi bunların 0 olmalıdır. Yəni 3x plus 4 bərabər 0. 3x bərabərdir mənfi 4. 4'ü keçirdim sağa. X bərabərdir mənfi 4 bölünsün 3. X'i tapdım. 5x üstəgəl 3y. Bu da bərabər 0 olmalıdır. X'in yerinə gətirib mənfi 3'də 4 tapdığım cavabı yazsam, 5 vurulsun mənfi 3'də 4 üstəgəl 3y bərabər 0. 3y bərabərdir. 5'i mənfi 3'də 4'ə vuranda 3'də 20 eləyir. 3'də 20, mənfi 3'də 20 eləyir. Onu sağa keçirdəndə müsbət 3'də 20 olur. Və buradan y-i tapsam, 3'də 20'ni böləcəm 3'ə. Və 3'də 20'ni 3'də 1'ə vurmalı olacam, tərs vuracam. 9'da 20. Y-i də tapdım. Qaydıram orada bizdən soruşurdu. X böl y nisbətini tapın. Yəni mənfi 3'də 4'ü böləcəm 9'da 20'yə. Mənfi 3'də 4 vurulsun 20'də 9. 9 ilə 3 ixtisara gedir 3 qalır. 4 ilə 20 ixtisara gedir 5 qalır. Mənfi 5'də 3. Mənfi 5'də 3 də cavabda yoxdur. Onluq kəsir kimi mənfi 0,6. Sonra keçək növbəti suala. 4-cü sual. A bərabərdir 28, kök altında 28 çıxılsın 10 kök altında 3 ədədinin kəsr hissəsi ilə B ədədinin əksinin hasilini tapın. Deməli, A-nın kəsr hissəsini vurmaq lazımdır B-nin əksinə. B-nin əksini tapmaq üçün onun qarşısına bir mənfi işarəsi qoyacağım. Mənfi kök altında 12 çıxılsın 4. Yəni, B-nin qiymətinin qarşısına mənfi qoydum, əksini tapmaq üçün. Mötərizəni açanda olacaq kök altında 12 üstəgəl 4. 12-dəki 4 vur 3 yazsam, 4-dən 2 çıxır. 2 kök altında 3 üstəgəl 4. Bu yazdığım ifadə oldu B-nin əksi. Bunu tapdım. A-nın da kəsr hissəsini tapmalıyam. Bir ədədin kəsr hissəsini tapmaq üçün həmin ədəddən tam hissəsini çıxmaq lazımdır. Bu tipli misallarda biz bunlara nə demişdik? 2 qat radikal 10 kök altında 3. Bu şəkildə yazdıq. 2 qat radikal demişdik də bunlara. Və yadınızdadırsa, kökün qarşısında neçə olurdu həmişə? Yəni 2 qat radikal olması 2 olurdu. Onda nə edirdik? 28 çıxılsın. Onu 5 vur 2 yazıram. 2'ni saxlayıram kökün qarşısına, 5'i salıram kökün altına, 25 kimi gəlir vurulur 3'ə, 75. Bərabərdir kök altında. İndi mən 2 dənə ədəd tapmalıyam. Toplayanda 28 eləsin, vuranda 75 eləsin. O da 25 vurulsun 3, 75 edir. 25 üstəgəl 3, 28 edir. Onda bu ifadə bizə kök altında 25'in kvadratı çıxılsın kök altında 3'ün kök altında 25 çıxılsın kök altında 3'ün mötərizə kvadratını verir. Bundan da modulda kök altında 25 çıxılsın kök altında 3 çıxır. Cüt dərəcədə ikiləgirində. Kök altında 25 kök altında 3'dən böyük olduğuna görə bu müsbət eləyir və özü çıxır. 25'dən də 5 çıxır. Oldu 5 çıxılsın kök altında 3. Demək, A ədədini də sadələşdirdik. 5 çıxılsın kök altında 3 alındı. 3'dən də təqribən kök 1,7 çıxır. 5 çıxılsın 1,7. Deməli, təqribi cavab qalır. Deməli, 5'dən 4, 3,3. Təxminən cavab bu qalır. Yəni,
5 çıxılsın kök altında 3 ədədinin tam hissəsi 3 tam onda tam hissəsi 3'dür. Onda mən 5 çıxılsın kök altında 3'dən tam hissəsini çıxsam, yerdə qalacaq onun kəsir hissəsi. Burada da 5'dən 3 çıxanda 2 qalır. 5-lə 3'ü islah edirəm. 2 çıxılsın kök altında 3. Bu da oldu A-nın kəsir hissəsi. Yuxarıda da qeyd eləmişdik B-nin əksin. İndi bunların hasilini tapacaq. Yəni 2 kök altında 3 üstə gəl 4'ü vuracam 2 çıxılsın kök altında 3'ə. Bərabər. Birinci mötərəzədən 2 ortaq vuruq çıxsa, qalacaq 4'dən çıxartdım 2'ni 2 qaldı. Burada da kök altında 3 qaldı. Toplananların yerini dəyişdim. Cəm dəyişmədi. 2 çıxılsın kök altında 3. Bərabərdir. 2 vurulsun. İndi bu mötərəzələr bizə kvadratlar fərqinin açılışını verir. 2'nin kvadratı çıxılsın kök altında 3'ün kvadratı. Bərabərdir. 2 vurulsun. 2'nin kvadratı 4, kök altında 3'ün kvadratı 3. 4'dən 3 çıxanda 1, 2 dəfə 1'in 2. Doğru cavab olur B bəndi. İnşallah bir dəqiqə üzr istəyirəm. Mən hə uşaqlar. Sonra 5-ci sual vektorlara aiddir. Biz hələ vektorları keçməmişik. Ona görə onu izah eləyim. Yenə də gələcəkdə keçəndə yadınıza düşər. A və B vektorları kollinear vektorlar olarsa x-i tapın. Uşaqlar, vektorlar o zaman kollinear olur ki, elə bil ki, B vektoru bərabər olur K vurulsun A vektoru. Yəni bu 4, 15 ədədlər vektorun komponentləri adlanır. Yəni elə bil ki, B vektorunu tapmaq üçün A vektorunun komponentlərini eyni bir ədədə vurursan. Yəni elə bil 4'ü neçəyəsə vurmuşuq, x çıxı 2 alınıbsa, 15'i də həmin ədədə vurmuşuq, x üstəgəl 20 alınıb. Onda mən x çıxılsın 2'ni 4'ə böləndə neçə eləsə, x üstəgəl 20'ni də 15'ə böləndə eyni cavab alınacaq. Tənasübün xassəsinə görə bunu çarpaz vurub həll eləsəm, 15 vurulsun x çıx 2 bərabərdir 4 vurulsun x üstəgəl 20. 15x çıxılsın 30 bərabərdir 4x üstəgəl 80. Məchulları sola, ədədləri sağa keçirsəm, 15x-dən 4x çıxsam 11x, 30 sağa keçəndə müsbət olur 110, x bərabərdir 10. Məndən də x-i soruşurdu, x-i tapdım 10, doğru cavab 10. Sonra baxaq, sual 6. AB ilə CD paraleldir. Aha, paraleldirsə onların üzərinə bir oxlar qoyaq ki, yadımızdan çıxmasın. AYS 150 və DSY bərabərdir 2 BAY olarsa, BAY-ni tapın. DSY haradır? Bax, bu S bucağı. Bura x desəm, daha doğrusu BAY-yə x desəm, DSY olacaq 2x. Çünki BAY-ni 2-yə vuranda DSY eləyib. Mən BAY-ni tapmalıyım. Yəni x-i tapmalıyım. Bax, burada yazıram alfa, burada yazıram beta. Alfanın üstünə beta 150 dərəcə eləyir də. Biz bu düstur kimi biz bunu öyrənmişdik. Bir də ki, alfa üstə gəl x, üstə gəl beta, üstə gəl 2x. Bunları toplasam neçə eləyir? 360. Çünki alfa ilə x qonşudur. O ikisinin cəmi 180. Beta ilə də 2x qonşudur. O ikisinin cəmi 180. Toplayanda 360 eləyir. Və yuxarıda da qeyd eləmişdim ki, alfanın üstünə beta 150-dir.
Onda aşağıda bu alfa ilə betanın əvəzinə 150 yazsam, 150 dərəcə üstə gəl. X-la da 2x, 3x bərabərdir 360. Buradan 3x bərabərdir 360-dan 150 çıxsam 210, x bərabərdir 70. 70. Aha, x-i tapdıq 70. Bizdən elə x-i soruşur da, BAY-ni soruşurdu. BAY-yə də ki, baxın BAY. Bu bucağa x demişdim, x-i də tapdım. Belə. Bəli. Bu 6-cı sualımız. Sonra keçək 7. Diametri 12 cm olan çevrə daxilinə ABC üçbucağı çəkilmişdir. AOB ilə ASB-nin cəmi 90 olarsa, PAOB-ni tapın. Balaca üçbucağın, bu daxilinə nöqtə qoyduğum üçbucağın perimetrini soruşur. AOB bucağı haradır? O bucağı. ASB-dəki S bucağı. Bu ikisinin cəmi 90. S bucağına x desəm, onda AB qövsü olacaq 2x. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabər. Onda o bucaqda mərkəzi bucaq olduğuna görə mərkəzi bucaqda söykəndiyi qövsə bərabərdir. S ilə onun cəmin 90 vermişdi. Onda yazacağım nə? 2x üstə gəl x bərabərdir 90. X bərabərdir 30. X-i 30 tapdımsa mən, onda o bucağına 2x demişdim axı. O bucağına 2x demişdim. O bucağı oldu 60. Və AO da OB də hər ikisi radius olduğuna görə AOB üçbucağı bərabər yanlı üçbucaqdır. Onda oturacağı bitişik bucaqlar da bərabər olmalıdır. Təpə bucağı 60 isə oturacağı bitişik bucaqlara 120 qalır, hərəsinə 60 düşür. Onda bu bərabər tərəfli üçbucaq imiş. Və diametr 12 idisə, radius 6-dır. Onda bu üçbucağın bütün tərəfləri 6-dır. Perimetr olacaq 18. Sonra sual 8-ə baxaq. Çoxluqdan danışılır. Uşaqlar, çoxluqları biz Venn diaqramında həll edirik də. Venn diaqramı çəkək. Anam benim birləşməsi 30. Benim fərqimiz. N-dəki elementlərin sayıdır. Yəni N-a 12 bərabərdir 2 vurulsun NB-ni bir müddət x. 2x bərabərdir 12, x bərabərdir 6. N-a niyə 12-dir ki? Mən çünki A ilə B-nin birləşməsi 30-dur. A ilə B-nin fərqi də 18-dir. Yəni A-da olub B-də olmayanlar. Onda B 12-dir deyirsən. Evet. Sonra da o tənlik kimi yazıldı. Bir dəqiqə. Qarışdırdın axı sən deyəsən. Bax, A ilə B-nin fərqi neçədir? 18. Yəni A-da olub B-də olmayan. Bax, Venn diaqramında A-da olub B-də olmayan burada. Bura 18 yazıram. Bir də yazıb ki, NA bərabər 2NB. Yəni NB-nin elementlərinin sayını 2-yə vursan NA eləyir. NB x olsa NA olacaq 2x. Düzdür. NA bərabərdir 2NB. NA-ya bax, bura A-ya 18-in yazmışam. A-nın 2x elementi var idi da cəmsi, düzdürmü? 18-in yazmışamsa ortaya nə yazacağım? 2x çıx 18. Onda NB-yə nə yazacağım? NB-yə x demişdim. Onda x-dan da bu ortanı çıxacağım da. X çıxılsın, 2x çıxılsın 18 bərabərdir. X çıxılsın 2x üstə gəl 18. O da mənfi x üstə gəl 18. Yəni NB olacaq 18 çıx x. Bura. Bu şəkildə qeyd edə bilərik. Və birləşmənin 30 elementi var. Yəni bunların üçünü toplasam bu 18-dir, 2x minus 18-dir, 18 çıx x-dir. Bunlar saydır, ha, elementlərin sayı, çünki n ilə verir. Və birləşmə 30-dursa bunların hamısını toplasam 30 eləməlidir. Toplayıram 18 üstə gəl. 18-lər burada islah olunacaq. 18 üstə gəl x bərabər 30, x bərabərdir 12. Yəni B-nin 12 elementi var.
Bəli, onu düz deyirsən, Naciman. O 12 element B-nin 12 elementi var. Bizdən nə soruşur? A ilə B-nin kəsişməsini. Hə, biz x-i 12 tapdıq. Kəsişmə də nədir? 2x minus 18. Yəni 2 vurulsun 12, çıxılsın 18. O da 6. Demək, kəsişmədə 6 element var. Yəni 30-dursa A ilə B, birləşmə 30-dursa, A-da 18 isə B-də bütöv o hamısı elementlərin sayı 12-dir. Ondan sonra belə x deyib tapa bilərik ki, kəsişməyə neçə dənəsi düşür. 9. AB və BA ədədləri üçün A plus B 12, AB üstü xətt çıxılsın, BA üstü xətt 54 olarsa, bu ədədlərin cəmini tapın. Üstü xətt bilirik ki, 2 rəqəmli ədəddir də, yəni orada hasil yoxdur. Bəli, onun açılışını yazaq. 10A çıxılsın, o birisi 10B üstəgəl A. Mötərizədə yazıram da, çünki qarşıda çıxma var. Sonra mötərizəni açsam 10A üstəgəl B çıxılsın, 10B çıxılsın A bərabərdir 54. Bir də ki, A üstəgəl B-ni 12 veribdir, onu kənarda saxlayalım. 10A-dan A çıxanda 9A, B-dən 10B çıxanda mənfi 9B bərabər 54. Hər tərəfi 9-a bölsəm, A çıx B-ni tapacağım 6. Və A üstəgəl B-də 12-də, onu da gətirib bunun altından yazsam, bu sistemi həll eləyəcəm. Mənə nə soruşur? Bu ədədlərin cəmin A-nı B-ni tapsam, biləcəm də AB hansı ədəddir, BA hansı ədəddir. Toplasam 2A bərabər 18, A bərabərdir 9. A 9-dursa B onda 3-dür. Çünki 9-dan 3 çıxsam 6 qalar da. Onda birinci ədəd AB-dir. Yəni 93-dür. İkinci ədəd BA-dır. O da 39-dur. Bu ədədlərin cəmin tapın deyir. Toplayıram. 9-un üstə 3, 12. 2 yazırıq. Bir yerdə 12, bir yerdə 13. 132. Belə. Sonra davam edək. Sual 10. Bir hədlisinin qüvvəti çoxhədlisinin qüvvəti ilə sərbəst həddinin cəminə bərabərdir. Yəni verilmiş, yuxarıda verilmiş bir hədlinin qüvvəti deyil, aşağıdakı çoxhədlinin qüvvəti ilə sərbəst həddinin cəminə bərabər olarsa, n-in ala biləcəyi qiymətlərin cəmini tapın. Biz yalnız standart şəkildə olan bir hədlinin və çoxhədlinin dərəcəsindən danışa bilirik də. Standart şəkildə deyilsə, onu standart şəkildə gətiririk, sonra dərəcəsindən danışırıq. Onda verilmiş birinci verilən bir hədlini standart şəkildə gətirək. Yəni, mötərizənin kubunu açaq. 3-ün kubu 27. A üstü 2n, 10 üstü 3. A üstü 6n. Qüvvət üstləri vurulur da, qüvvətə yüksəldəndə. B üstü 9. Üstləri vurdum hamısını. Və bir hədlinin dərəcəsi dəyişənlərin qüvvət üstlərinin cəminə deyilir. Dəyişənin biri A-dır, biri B-dir. A-nın üstü 6n-dir, B-nin üstü 9-dur. Onda bu bir hədlinin dərəcəsi 6n üstəgəl 9-dur. Qaldı ki, ikinci çoxhədli. Bu da standart şəkildə deyil də. Mən mötərizənin kvadratını açmalıyam. Sonra onu standart şəklə gətirməliyəm və dərəcəsindən sərbəst həddindən danışa bilərəm. Və demişik ki, çoxhədlinin dərəcəsi onun hədlərindən ən böyük dərəcə götürülür. Yəni, çoxhədlinin hansı həddinin dərəcəsi ən böyükdürsə, o həm də çoxhədlinin dərəcəsidir. Burada da ki, n çoxhədlinin sərbəst həddidir. O birisilərin yanında x var, onlar sərbəst hədd deyil. N sərbəst həddir. İnşallah, mən bu kvadratı açmayacağım. Niyə açmayacağım? Çünki yəni, kvadrata yüksəldirəmsə mən bunu, elə bir ki, çoxhədlini 2 dəfə öz-özünə vurmuş oluram. Və çoxhədlini çoxhədliyə vuranda bütün hədlər bir-birinə vurulur. Və bütün hədlər bir-birinə vurulan zaman ən böyük qüvvət 8x üstü 7-ni bir dəfədə özünə 8x üstü 7-yə vuranda ən böyük dərəcə burada alınacaq. Yəni, mənə lazımdır. Bax, ən böyük qüvvət budur. Bunun kvadratı lazımdır. Eləyir 64x üstü 14. Qalan hədlər lazım deyil. Bir də sərbəst hədd lazımdır. Onu da açanda kvadratın n kvadratı olacaq. Digər hədlər lazım deyil. Onda bu çoxhədlinin dərəcəsi 14-dür. Ən böyük dərəcə 14-dür axı. Sərbəst həddi n kvadratıdır.
Bu da oldu bizim çox hədlimizin dərəcəsi. Nə yazmışdı? Bir hədlinin qüvvəti ilə çox hədlinin qüvvəti ilə sərbəst həddinin cəminə bərabərdir. Yəni 6n üstəgəl 9 bərabərdir bu çox hədlinin dərəcəsi üstəgələk sərbəst həddir. İndi soldakiləri keçirdirəm sağa. N kvadratı çıxılsın 6n çıxılsın 9 üstəgəl 14 də oradadır da yanında bərabər 0. N kvadratı çıxılsın 6n üstəgəl 5 bərabər 0. 9 ilə 14 islah olundu. N1 bərabərdir, N2 bərabərdir. Toplayanda 6, vuranda 5, 5 ilə 1. Deyir, N'in ala biləcəyi qiymətlərin cəmini tapın. N 1 ola bilər, bir də 5 ola bilər. Cəmi 6. 6. Sonra keçirik 11-ci sual. Rombun iti bucağı kör bucağından 3 dəfə kiçikdir. Onda kör bucağı iti bucağından 3 dəfə böyükdür. Və daxilinə çəkilmiş dairənin sahəsi 8 pi kvadrat santimetr olarsa, rombun perimetrini tapın. Biz rombun perimetrini tapmaq istəyiriksə, o rombun tərəfi hündürlüyünü hazırlayın. Perimetrini acıma. Sahəni yox, perimetri soruş. Perimetrini tapmaq istəyiriksə, biz onun tərəfini bilməliyik ki, 4-ə vuraq, düzdür? Yaxşı, bir romb çəkək, görək. Verilənlərdən istifadə edib biz bunun tərəfini tapa biləcəyikmi? Kör bucağı iti bucağından 3 dəfə kiçikdir. Daha doğrusu tərsini, iti bucağı kör bucağından 3 dəfə kiçikdir. Yəni iti bucağı x-dırsa, kör bucağı 3x-dir. Və bilirik ki, bunların cəmi 180-dir da, bir tərəfə bitişik bucağın cəmi. 4x bərabər 180, x bərabərdir 45. X iti bucağını demişdim. Yəni bu rombun iti bucağı 45 dərəcədir. Bunu yadda saxlayaq. Daxilinə çevrə çəkilib. Gəlin bunun daxilinə bir çevrə çəkək. Bu şəkildə çəkdik. Sahəsi 8 pidir. Dairənin. Dairənin sahəsi pi vurulsun r kvadratı ilə hesablanır. Yəni bu pi r kvadratı nəyə bərabərdir? 8 piyə. Çünki deyir dairənin sahəsi 8 pidir. Piləri atdım, getdi. R'in kvadratı 8 isə r kök altında 8. Bu da 2 kök altında 2. Əslində bir dənə də kökü var. Onun mənfi 2 kök altında 2. Burada ola bilməz də mənfi. Çünki burada radius necə mənfi olsun ki? Ona görə mənfini götürmür. Demək, radius 2 kök altında 2. Yadınızdasa demişdik ki, rombun hündürlüyü dairənin diametridir. İndi dairənin radiusu 2 kök altında 2-dirsə, onda rombun hündürlüyü olacaq 4 kök altında 2. Yəni, çünki bu dairənin diametridir də. Burada 90 dərəcədir, çünki hündürlüyüdürsə perpendikulyar çəkilib. Onda bura A məsələn, burada B desəm, AB də 4 kök altında 2-dir. Çünki bu iti bucağı 45-45 olandır. Bu xüsusi düzbucaqlı üçbucaqlıdır da. Bunun katetləri bərabər olur. Və demişdik ki, iti bucağı 45 olan düzbucaqlı üçbucağın hipotenuzu katetdən kök altında 2 dəfə böyükdür. Bu AK-dakı hipotenuzdur. Katet 4 kök altında 2-dir. Onda mən 4 kök altında 2-ni bir də kök altında 2-yə vuracam. Olacaq 8. Aha, perimetr neçə eləyir? 32. Bəli, doğrudur. Sonra 12 ifadəsini sadələşdir. Şöyle demək, burada 2 dənə kök verib. Birinci kökünü bölmək lazımdır ikinci kökə. Gəlin kökləri ayrı-ayrı sadələşdirək. Sonra nəticələri bölərik. Bu kökün altında kök olanda köklərin dərəcələrini vurub bir-birinə bir kök yaza bilirdik də. Amma gərək ki, o kökün altında kök olanda o arada vuruq olmuyor da. Birincini yazıram. Bax, kök altında A kubu vurulsun. Dördüncü zədən kök altına A. Bu A kubunu salacam bu kökün altına. Özdə o A kubu kökün altına salınanda dördüncü qüvvətə yüksələcək. Dördüncü dərəcədən kök altında A
4-cü qüvvətə yüksəlsə, A kubu 4-cü qüvvətə yüksəldəndə olur A üstü 12. Bir də A'ya vurulur kökün altında, olur A üstü 13. Bu da bərabər. Bu kökün də dərəcəsi 2 daxı. Dərəcələr vurulur 8-ci dərəcədən kök altında A üstü 13. Bu bizim bölünənimiz birinci. İndi keçək ikincini sadələşdirək. Böləni 4-cü dərəcədən A üstü. O A üstü 3'dür. Ha. O kökün dərəcəsi deyil. Kök altında A. Bərabərdir. 4-cü dərəcədən kök altında. Bir də kök altında. İndi bu A kubun salaq bu kökün altında. İkinci qüvvətə yüksələcək. A üstü 3, onun da üstü 2. A üstü 6. A'ya da vuranda A üstü 7 olacaq. İndi bunun da dərəcəsi 2'dir. Dərəcələr bir-birinə vursam 8-ci dərəcədən A üstü 7 olacaq. Sonra bölünəni tapdım, böləni tapdım. İndi 8-ci dərəcədən A üstü 13'ü bölməliyəm. 8-ci dərəcədən A üstü 7'yə. Bərabərdir. 8-ci dərəcədən A üstü 6. Baxıram ki, cavablar kəsrüsü qüvvət şəklindədir. Demişdik ki, məxrəc kökün dərəcəsi gedirdi məxrəcə, kök altının qüvvəti surətə. A üstü 8'də 6, 8 ilə də 6 2'yə ixtisar olunur. A üstü 4'də 3. Doğru cavab C. Bu da 12-ci sual. Sonra 13-cü sual. A kvadratı çıxılsın 3, vurulsun x, üstə gəl 2a bərabərdir kök altına 12. Tənliyini həlli nə deyir? A parametrin hansı qiymətində tənliyinin həlli yoxdur. Uşaqlar, burada məhsullar yalnız x-dır da. Yəni A burada parametrdir. Parametr nədir? Yəni A-nın yerində neçəsə var da A ədəddir. Burada məhsul sayılmır A. Yəni dəyişən burada x-dir, məhsul. Onda bu bir dəyişənli xətti tənlikdir. Yəni AX bərabərdir B şəklində olan tənliklərə biz bir dəyişənli xətti tənlik demişdik. Və yadınızdadırsa A bərabərdir 0. B fərqlidir 0 olduqda bu tənliyin həlli yox idi. Çünki A 0 olanda, B 0-dan fərqli olanda ədədi x-i tapmaq üçün mən B-ni A-ya bölməliyəm. Onda A 0 olsa, B 0-dan fərqli olsa ədədi 0-a bölsən mənası olmaz axı. Ona görə deyirik həlli yoxdur. İndi bu verilən tənlik AX bərabərdir B-yə oxşamır axı, biraz fərqlidir. Deməli A kvadratı çıxılsın 3, vurulsun x. Görürsünüz, x-in əmsalı A-dır. Yəni burada da bu x-in x buradadırsa, bunun qarşısındakı A kvadratı çıxılsın 3 həmən bu A-nın əvəzinə dayanır. Onda mən bu 2A-nı keçirtməliyəm sağa. Çünki bu ədəddir, B-nin yanına gəlməlidir. Bərabərdir. Kök altında 12 çıxılsın 2A. İndi oldu bir dəyişənli xətti tənlik formasına. Bu bərabərin sağındakı ifadə bu B-ni ifadə edir. Bu soldakı x-in əmsalı isə bax bu A-nı ifadə edir. Demək, dedik həlli olmaması üçün A kvadratı çıxılsın 3. Yəni A əmsalı 0-a bərabər olmalıdır. Kök altında 12 çıxılsın 2A isə 0-dan fərqli olmalıdır. A kvadratı çıxılsın 3 bərabər 0 tənliyində 3'ü keçirdirəm sağa. A-nın kvadratı 3'dürsə A özü ya kök altında 3'dür ya da ki mənfi kök altında 3'dür. İkisinin də kvadratı 3 edir. Şöyle 12'ni 4 vur 3 yazsam 2 kök altında 3 olur. Çıxılsın 2A fərqlidir 0 olmalıdır. İndi mən A-nın yerinə kök altında 3 yazsam, baxın A-ya 2 kök tapmışam axı. Bir müsbətin, bir mənfisi. Bax bu kök altında 3'ü gətirib burada yerinə qoysam 2'nin yanına. Olacaq 2 kök altında 3, çıxılsın 2 kök altında 3. O da 0 eləyəcək. Amma bizə lazım ki o 0-dan fərqli olsun. Ona görə mən nə edirəm? Bu kök altında 3'ü kənar kök götürürəm. Çünki bu şərtimizi ödəmədi. Onda bizə qalır mənfi kök altında 3 olur.
A bəndi. Sual 14. Sinifdəki qızlar bütün sinifin 8-də 5 hissəsini təşkil edir. Əgər sinifdən 2 oğlan çıxsa, qızlar sinifin 3də 2 hissəsini təşkil edər. Sinifdə cəmi neçə şagird var? Uşaqlar, qızlar bütün sinifin 8-də 5-ini təşkil edirsə, onda qızlar 5x-dır. Sinif isə cəmsi 8x-dır. Yəni 8-də 5 hissəsini təşkil edirsə, bu 8 sinifin sayını ifadə edir. 5-də qızların sayın 8-də 5 hissə dediyinə görə bəlkə 16-da 16 nəfər imiş, 10-u qız imiş, o ixtisara gedib 8-də 5 qalıb. Ona görə biz qızlara 5x, oğlanlara 8x dedik. Daha doğrusu qızlara 5x, sinif şagirdlərinin hamısına 8x dedi. Onda oğlanlar da olacaq 3x. Çünki 8x-dən 5x çıxanda 3x qalır. Ayrı-ayrı hamısını yazdım. Nə yazıb? Əgər sinifdən 2 oğlan çıxsa, qızlar sinifin 3də 2 hissəsini təşkil edir. Sinifdən oğlan çıxır da, qızın sayı azalmır ki, qızlar yenə də nə qədər olacaq? 5x. Amma sinifdə cəmi 8x şagird var. 2 oğlan çıxır. 2 oğlan çıxırsa bu şagirdlərdən çıxılır. Yəni bu səfər 8x çıxılsın 2 olur. Və qızlar oğlanların 3də 2-sini təşkil edir. Bərabər olur 3də 2-yə. Çarpaz vursam 15x bərabərdir 16x minus 4. 15x çıxılsın 16x bərabərdir mənfi 4. Mənfi x bərabər mənfi 4. X bərabər 4. X-i tapdım 4. Bizdən nə soruşur? Sinifdə cəmi neçə şagird var? Sinifin cəmisinə 8x demişdim. X-i də 4 tapdım. Aparıb yerinə qoysam 8 vur 4-ün 32. Deməli, sinifdə cəmisi 32 şagird var. Doğru cavab E. Sonra 15-ci suala baxaq. İfadəsinin qiymətini tap. Verilmiş ədədlərdən tam kök çıxmır, amma vurğu kök işarəsi xaricinə çıxara bilərik də. 48-i 16 bir 3 yazsaq, 48-i 16 bir 75-i 25 vuraq 3. 108-də 36 vuraq 3 ola bilər. Aha. 48-i vurdu, 16 bir 3 yazdı. 16-dan 4 çıxır. 4 vurur 3-ə, olur 12 kök altında 3. 25-dən 5 çıxır. 5 vurur ona 50 kök altında 3. 108-dən 36 vur 3 yazdım. 36-dan 6 çıxdı. Vuruldu 8-ə. 48 kök altında 3. Birinci 12 ilə 48-i toplayıram. 60 kök altında 3 eləyir. Sonra ondan da 50 çıxıram. 10 kök altında 3. Doğru cavab C. 16. Düsturu ilə verilmiş ardıcıllığın 5-ci həddini tapın. İnşallah biz hələ ardıcıllıq keçməmişik. 5-ci həddini tapmaq istəyiriksə, bu SN n dənə həddin cəmidir. 5-ci həddi tapmaq istəyiriksə, biz deməli 5 dənə həddin cəmindən 4 dənə həddin cəmini çıxsaq, yerdə bir dənə 5-ci hədd qalır. S5 deyəndə, yəni SN idi. Burada da n'dir. S5 deyəndə n'in yerinə 5 qoyuruq. 5-in kvadratı 25 üstə gəl 5 də 5 25 50 çıxılsın 4. 16 üstə gəl 20 36. Bərabər 14. Bu şəkildə deyə bilərik. Sonra 17. Bərabərsizliyinin tam həllərinin sayını tap. 4 kiçikdir 3də 1 çıx x kiçikdir 6. Bilirik ki, bərabərsizliyin hər tərəfini sıfırdan fərqli. Eyni bir müsbət ədədə vuranda bərabərsiz işarəsi dəyişmir, mənfiyə vuranda bərabərsiz işarəsi dəyişir. Gəlin hər tərəfi 3-ə vuraq, kəsir qalmasın. Onda olacaq 3 vurulsun 4, kiçikdir 3 vurulsun 3də 1 çıx x, kiçikdir 3 vurulsun 6. Hər tərəfin vurdum 3-ə. 12 kiçikdir, bunlar 3-lər getdi, 1 çıx x, kiçikdir 18. Sonra hər tərəfə mənfi 1 əlavə edirəm və yaxud da hər tərəfdən 1-i çıxıram. Qalır 11 kiçikdir. Buradan 1-i çıxdım, mənfi x qaldı. Burada da 17 qaldı.
biz bərabərçiliyi o vaxt həll edib bitiririk ki, x-i təyin edirik də, x tək qalmalıdır. Əmsalda 1 olmalı. Sonra hər tərəfi -1-ə vururam. -11 böyükdür x, böyükdür -17. Çünki mənfiyə vuranda işarə dəyişir. Və bunu tərs yazsam, demişdik A B-dən böyüksə B A-dan kiçikdir. Onda -17 kiçikdir x, kiçikdir -11 yaza bilərəm. Yəni bunun həlli -17, -11 aralığıdır. Neçə ədəd var -17 ilə -11 arasında? Yadınızdasa demişdik, əgər mötərəzilər ikisi də açıqdırsa, birindən o birini çıxırdıq, bir də 1 çıxırdıq. Deməli, -11-dən -17-ni çıxıram. Qalır neçə? 6. Sonra 6-dan bir də 1 çıxıram, 5. Burada 5 dənə ədəd var. Hansılardır? -16, -15, -14, -13, -12. 5 dənə tam həlli var bunun. Tam həllərinin sayı 5 dənədir. Sonra 18. Modulda 5x çıxılsın 15y ifadəsinin ən kiçik qiymət aldığı x və y həqiqi ədədləri üçün ifadəsinin qiymətini tap. Modulda 5x çıxılsın 15y. Uşaqlar, modulun cavabı ən kiçik qiyməti neçə olur? Yəni moduldan ən kiçik ədəd neçə çıxır? 0. O modulun içərisinin 0 olması üçün nə deyərəm? X-ə 3 deyərəm, Y-ə 1 deyərəm. 5 dəfə 3-ün 15, 15 Y-ə də 1 0. Demək X-ə 3 deyərəm, Y-ə 1 deyərəm. Onda gətirirəm, aşağıdakı ifadədə yerinə qoyub hesablayıram. Çünki deyir ən kiçik qiyməti, ən kiçik qiymət alması üçün X3, Y1 olmalıdır ki, 0 eləsin də. X3-dür. 3-ün kvadratı 9 çıxılsın. Y 1-dir. 1-in kvadratı 1, 3 dəfə 1-in 3. Aşağıda da 9 üstəgəl 3 olacaq. 6 bölünsün 12. 2-də 1 eləyir, 6-ya xısa gedir. O da 0,5. 19. Hə, 19-cu sual haqqında kimin fikri var? Mənim onları ixtisar eləyəcək. Axı cəmdə onları ixtisar eləmək olmaz. Vurma olsaydı ixtisar eləyərdik. Nə düşünürsünüz? Kiminsə fikir varsa desin. Müəllim, ən birinci 6-ın kvadratı, 6-ın kubu bölünsün 3-ün kvadratının üstə, 6-ın kubu üstə gəlsin 3-ün kvadratını toplayaq. Sonra hamısını vuraq 1, 2, 3, 4, 5, 6. 3-ün kvadratı üstə 6-ya. Başa düşmədim, necə? Elə ki, müəllim, ən birinci 6'ın kubu ilə ən birinci ilə sonuncu kəsri toplayaq, sonra vuraq onların sayına. Bir dənə kəsir var da, hansı kəsir deyirsən, birincini axırıncını toplayıb. 6'nın kubu bölünsün 3'ün kvadratının üstünə gələk 6'nın kubu bölünsün 3'ün kvadratı. Sonra 10 vuraq onların sayına. Axı surətdəkilərlə məxrəzdəkilərin sayı eyni deyil axı. 1, 2, 3, 4, 5. Müəllim, mən deyim. De, Aydın. Müəllim, aşağıları üstü 2-də, 3'ü 2 oranında 6 edir, yuxarıda 2 edir. Qüvvətə yüksəldir. 3'ün kvadratı 9'dur. 3 dəfə 2, 6 niyə? Aşağı. Bax, yazıram. A, üstə gələk A, üstə gələk A, üstə gələk A. Bərabərdir. Mənim ora 6 üstü 4A. Necə, Nacıman? Sürətə 6 üstü 5 yazacaq. 10 Yox. üstü 3. Surətə 5 dənə 6 üstü 3 yazacaq.
3, 4, 5, 6. Məxrəcə də 6 dənə 3 üstü 2 yazacağım. Ay, İki yazalım. sağ ol. Toplamanın hasilə çevrilməsi də toplananın hasil şəklində göstərilməsi. Bərabər. Deməli 5 dənə 6-nın kubu, 6 dənə 3-ün kvadratı. 5 vurulsun 216 bölünsün 6 vurulsun 9. 216 6 ilə ixtisara gedir. 36 qalır. 36 da 9-a bölünür. 4 qalır. 5 ilə 4-ə vurduq. Cavab 20. Nə sadıymış? Sonra keçdik. Sual 20. Ayda. A üstə sağ ol gəl B bərabərdir 3. A vurulsun B bərabərdir 1 olarsa ifadənin qiymətini tapın. Gəlin araşdıraq da görək nə edirik. A kubu üstə Müəllim, bunların hasili 1-ə bərabərdirsə, bunlar tərs ədədlər ola bilər də. ola bilər. Ola bilər deyəndə ki, tərs ədəddir ki, hasili 1-dir də. Tərs ədəddən hansıdır o? Müəllim, bəlkə ikisi də 1-dir. Toplayanda onda 3 necə elədi? Tapa bilmərik uşaqlar. Biz o ədədləri axtarsaq ki, hansı ədədlərdir toplayanda 3 eləyib, vuranda 1 eləyib. Ona bizə bir xeyli vaxt lazımdır. Bizə nə lazımdır? Aşağıdakı ifadəni hesablamaq lazımdır da. Bunun qiymətini soruşur. Amma mənə nə verib? Mənə verib ki, A üstə gəl B 3-dür. A vur B 1-dir. Mənə bunu veribsə, mən bundan istifadə etməliyəm. Ondan istifadə eləmək üçünsə, bu soruşulan ifadədə çevrilmə aparmalıyam. Surət 2 ifadənin kublar cəmidir. Kublar cəmi bu ifadələrin cəmi ilə fərqin natamam kvadratı hasilinə bərabərdir. Surəti belə yazdım. Məxrəci də A kvadratı çıxılsın 2AB üstə gəl B kvadratı çıxılsın 2AB. Açılışını yazdım. Uşaqlar, mən A üstə gəl B və AB-ni bilirəm. Ona görə mən soruşulan ifadəni elə çevirəcəm ki, o ifadədə ancaq A üstə gəl B və AB-lər olacaq. Məxrəc A kvadratı çıxılsın 4AB üstə gəl B kvadratı eləyir. 2AB-ləri islah elədim. Surəti də A üstə gəl B vurulsun. O birisinin də olduğu kimi hələ ki yazıram. Bərabər. İndi məxrəcdə bu çıxılsın 4AB yox. Üstə gəl 2AB olsaydı, onda mən onu A üstə gəl B mötərizə kvadratı yaza bilərdim. Onda mən bunu belə yazıram da. A kvadratı üstə gəl 2AB yazıram. Üstə gəl B kvadratı yazıram. Çıxılsın 6AB yazıram. Çünki 2AB ilə 6AB-ni islah eləyəndə yenə də mənfi 4AB qalacaq. Düzdür? Surətdə də birinci mötərizəmiz olduğu kimi yazıram. İkinci mötərizəni də A kvadratı üstə gəl 2AB üstə gəl B kvadratı yazıram. Bu bizə A plus B'nin kvadratını verəcək. Amma burada çıxılsın 3AB yazım ki, yenə islah eləyəndə buradakı qalsın da. Mənfi AB qalsın. Bərabərdir. Məxrəc oldu. A üstə gəl B-nin mötərizə kvadratı çıxılsın 6AB. Surət A üstə gəl B vurulsun. A üstə gəl B-nin kvadratı çıxılsın 3AB. Yəni bunlar iki ifadə cəminin kvadratıdır. Gördünüz, mən ifadəni elə çevirdim ki, artıq A üstə gəl B və AB-lərdən ibarət oldu. Ondan sonra hesablayıram. Məxrəc A üstə gəl B 3-dür. Olacaq 3-ün kvadratı çıxılsın 6AB. Yəni 6 vurulsun 1. Yəni artıraq. Surətdə də birinci mötərəcə 3 vurulsun, o biri mötərəcə 3-ün kvadratı çıxılsın 3 vurulsun 1. Bərabərdir. 9 çıxılsın 6, məxrəc 3. Surətdə də mötərəcənin içərisi eləyir. 3 vurulsun 6. 3-lər ixtisar gedir. Cavab qalır 6. Əgər yanlışlıq edəmədisə cavab 6. 21. Tənliklər sistemindən x üstə gəl y tapın. Kəsir gördüksə dərhal onu aradan çıxartmalıyıq da. Onluq kəsirdir, adi kəsirdir. 5y bərabərdir 4 tam 3-də 1. 6x
üstəgəl 4y bərabər 4 tam 3'də 2. Bizdən nə soruşur? X üstəgəl y. Üstəgəl y-in cəmi olacaq. Uşaqlar, mən bu sistemə baxan kimi bir şey gördüm ki, mən bunları tərəf-tərəfə toplasam, x-la y-in əmsalları eyni eləyəcək. Eyni eləyəcəksə, hər tərəfə əmsala böləcəm, x üstəgəl y qalacaqdır. Gəlin bunları toplayaq. 3x, 6x, 9x 9x üstəgəl 9y. bərabərdir 9 tam. Tamları topladım 8 tam, 3'də 2 ilə 3'də 1'i toplayanda 1 tam, bu da elədi 9 tam. Sonra hər tərəfi 9'a bölürəm. X üstəgəl y bərabərdir 1. Bizdən də x üstəgəl y soruşurdu, tapdıq. Tabii. Sonra 22. Düz bucağı 3 bucaqdır. Gəlin. Sağ ol, çıxdı. Bəli, bir bucağı 90'dır, düz bucağı 3 bucaqdır. Şəkili çəkək. AN. Burası bura A. Burada O. Şəklimizi çəkdik. B bucağı 90. Qaydaq məsələyə. BM və AN medianlarının kəsişmə nöqtəsi O'dur. Deməli, BM ilə AN mediandır. O nöqtəsi də medianların kəsişmə nöqtəsidir. BO 2 santimetrdir. B'dən O'ya. BO 2 santimetrdir. Və AB ilə BS'nin cəmi 8'dir. Yəni, katetlərin cəmi 8'dir. Bizdən ABS'nin sahəsini soruşur. 3 bucağın, böyük düz bucaqlı 3 bucağın sahəsini soruşur. Şöyle yadınızdasa demişdik ki 3 bucağın medianları bir nöqtədə kəsişir və hər bir median Kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətinə. 2-nin 1-ə nisbətinə bölünür. təpədən başlayaraq 2-nin 1'ə nisbətinə bölünür. Yəni BO 2 santimetrdirsə OM 1 santimetrdir. 2'nin 1'i olmalıdır axı. Düzdürmü? Hı. Onda BM medianı bütövlükdə 3 santimetr olur. Və bu median hipotenuza çəkildiyinə görə düz bucaqlı 3 bucağın düz bucaq təpəsindən hipotenuza çəkilən median Hipotenuzun yarısına bərabər. onda AC hipotenuzu 6 santimetrdir. Düzdürmü? Və verib ki, katetlərin cəmi 8'dir. Yəni bir kateti x-dırsa, o biri kateti 8 çıx x-dır. 8 olsun. İndi Pifagorla x-i tapa bilərik. Mənə x lazımdır. Çünki mən ABS-nin sahəsini tapmaq istəyirəm. Düz bucaqlı 3 bucağın sahəsi katetlər hasilinin yarısına Katetlər bərabər. hasilinin yarısıdır. Katetləri tapsam sahəni hesablayacağım. Onda Pifagora görə x-in kvadratı üstəgəl 8 çıxılsın x-in kvadratı bərabərdir 36. X kvadratı üstəgəl 64 çıxılsın 16x üstəgəl x kvadratı bərabərdir 36. Kvadratı açdım. 2x kvadratı çıxılsın 16x. X kvadratları oxşar edi, islah elədim. 16x-in oxşarı yoxdur. 36-nı da keçəcəm sola, çünki bu kvadrat tənlikdir. Bərabər 0 olmalıdır. Sonra həll eləməliyim. 64-dən 36 çıxanda 14-dən 6, 8, 5-dən 28 bərabər 0. Hər tərəfi 2-yə bölürəm. X kvadratı çıxılsın 8x üstəgəl 14 bərabər 0. Çevrilmiş kvadrat tənlikdir. Vietlə tapaq görək alınır. Toplayanda 8, vuranda 14 eləməlidir. Tam ədəd yoxdur. Elə tam ədəd yoxdur. Ona görə biz bunu diskriminantla tapmalıyıq köklərini. Diskriminant bərabərdir. B-nin kvadratı 64. Çıxılsın 4 vurulsun A. Yəni 1 vurulsun C 14. 64 çıxılsın 56. 8. X1 bərabərdir mənfi B. Yəni B-nin əksi 8 üstəgəl kök altında deyil. 8 bölünsün 2A. Yəni 2 vurulsun 1. 8 üstəgəl. 8'i 4 vur 2 yazsam. 2 kök altında 2. Bölünsün 2. Surət 2'yə bölünür də 4 üstəgəl kök altında 2 qalır. Hər ikisini böldüm 2'yə. Demişdik ki, irrasional köklər qoşma olur. Onda bunun ikinci kökü 4 çıxılsın kök altında 2'dir. Kök altında 2 alalım. Tapdım x-i. Şöyle fərqi yoxdur. Bu x-in birincisini aparıb yerinə qoysun və yaxud da ikincisini qoysun. Katetlərin yeri dəyişəcək, amma eyni olacaq. X-i tapdım 4 üstəgəl kök altında 2.
Onda bura olacaq 8 çıxılsın 4 üstə gəl kök altına 2. Bu da olur 8 çıxılsın 4 çıxılsın kök altına 2. Mötərizə asılan işarə dəyişir. 8-dən 4 çıxanda 4 çıxılsın kök altına 2. Demək bu katet 4 çıxılsın kök altına 2 oldu. Bu biri də ki 4 üstə gəl kök altına 2 oldu da x-i 4 üstə gəl 2 tapdım. Bunu da bildim, bunu da bildim. Onda katetləri bildim, sahəsini tapacağım. Sahəsi Katetlərini burada qoyalım ki. 4 çıxılsın kök altı 2 vurulsun 4 üstə gəl kök altı 2 bölünsün 2. 2 Düstur nasıl? kvadratlar fərqidir də 16 çıxılsın 2. 16 2 çıxan 14 Yeddi. 14'ü 3'ye böldüm 7 santimetre idi sahəsi oldu kvadrat santimetre. Bu şəkildə deyə bilərik. Sonra 23. ehtimal. İhtimalla bağlıdır. Torbada müəyyən sayda eyni formalı qırmızı və sarı kürələr var. Qırmızı kürələrin sayı sarı kürələrin sayından 2 dəfə çoxdur. Deməli qırmızı 2x saydadır, sarı x saydadır. Onda mümkün halların sayı 3x-dir. Çünki cəmsi 3x dışarı var. Topluyorum. Hüseyin torbaya qaytarmadan bir-birinin ardınca 2 kürə çıxarır. Bax, torbaya qaytarmır. Birinci çıxan kürənin qırmızı. Birinci kürə qırmızı. Birinci halda mümkün halların sayı 3x-dir. Qırmızı kürə çıxma ehtimalı 2x. 3x-də 2x olur. Bu qırmızının çıxma ehtimalı. İkinci çıxan kürə artıq birini çıxarıblar. Onu geri qaytarmayıblar. Mümkün halların sayı 3x çıx 1 olacaq. Axı bir daş azalıb. İkinci kürə isə sarı olması ehtimalı. İkinci kürənin sarı olması bu da sarıdakı x-dır da. O da olur 3x minus 1-də 3x minus 1-də x. Bu şəkildə qeyd elədik. Və bu ehtimallar bu zaman vurulur. Çünki hər ikisi baş verirsə, ehtimallar onda vurulur. Yəni ikisindən biri baş verəndə ehtimallar toplanır. Bərabərdir 20-də 5. Yəni birinci bu yazdığım qırmızının ehtimalıdır. İkinci sarının çıxma ehtimalıdır. Ümumi ehtimal 21-də 5 olubsa onlar vurulur bir-birinə. Bu x-lar getdi. Deməli x bölünsün 3x çıxılsın 1 bərabərdir. 21-də 5-i böləcəm 3-də 2-yə. Yəni 21-də 5-i vuracam 2-də 3-ə. X bölünsün 3x çıxılsın 1 bərabərdir. Burada qalır 7. İxtisar gedir də. 14-də 5. Çarpaz vurursam 14x bərabərdir. 15x minus 5. 14x minus 15 bərabər. 15x bərabərdir mənfi 5. Mənfi x bərabərdir mənfi 5. X bərabərdir 5. Torbada cəmi neçə kürə var? Mən x-i 5 tapdım. Torbada cəmi 3x kürə var idi. 3-ü də vururam 5-ə. Torbada 15 kürə olmuş olacaq. Sonra keçirik 24-ə. Tənlinin köklərindən biri mənfi 2 olarsa, A-nın ala biləcəyi qiymətlərin hasilini tap. Kök x-in qiymətidir. Yəni mən x-in yerinə aparıb mənfi 2 yazdım. 3 vurulsun mənfi 2-nin kvadratı. X-in yerinə yazıram da. Üstə gəl 10 vurulsun mənfi 2. Üstə gəl 2a kvadratı. Çıxılsın a çıxılsın 1 bərabərdir 0. 2-nin kvadratı mənfi 2-nin kvadratı 4. 4 də bölsün 12. Üstə gəl. 10-u mənfi 2-yə vurdu mənfi 20. Üstə gəl 2a kvadratı. Çıxılsın a çıxılsın 1 bərabər 0. Burada 2a kvadratı ilə a-nın oxşarı yoxdur. Onları saxladım. 12-ün üstə mənfi 20 gələndə mənfi 8. Mənfi 8-dən də bu 1-i çıxanda mənfi 9 bərabər 0. Bizdən nə soruşurdu? A-nın ala biləcəyi qiymətlərin hasilini. Şöyle A-nın ala biləcəyi qiymətlərin hasilini soruşursa əgər, mən burada A-nı tapıb, ayrı-ayrı tapıb bir-birinə niyə vurum ki? Hər tərəfi 2-yə bölüm, bütün əmsalları. Olacaq A kvadratı, çıxılsın, bu A-nın əmsalı 1 idi də, 0 onda 5A, çıxılsın 4 onda 5 bərabər 0. Oldu çevrilmiş kvadrat tənlik.
Bu tənlin iki Bəli. kökü var. Onların hasili neçə eləyəcək? A-ya 2 qiymət tapacaq və A-ların hasili -4.5 eləyəcək. Deməli, bunun A-nın qiymətləri hasili -4.5-dir. Mən kökləri ayrı-ayrı tapmağa ehtiyac bilmirəm. Sonra 25. Satıcı malın 40%-ni 20% xeyirlə və qalanını 35% xeyirlə satdı və daha sonra əldə etdiyi məbləğin 10%-ni rüsuma ödədi. Satıcı ümumilikdə neçə faiz xeyir etmişdir? Uşaqlar, tutaq ki, satıcının 20 ədəd kitabı var və hər kitab 5 manatdır. 20 kitab var, hər kitab 5 manatdır. Onda bu 100 manat pul qazanacaq. Amma bu gedib xeyirlə satıb da. Yəni 20 ədəd kitab var, kitab 5 manatdır, bunun planı 100 manatdır. Bu nə edir? Satıcı malın 40%-ni 20% xeyirlə. Mal kitabların sayıdır da 20 ədəddir. Bunun 40%, 20-nin 40%-ni tapıram. 20-ni vururam 40-a, 100-ə. Deməli 8 kitab. Bu 8 dənə kitabı 20% xeyirlə satıb. 8 dənə kitabın biri 5 manatdan 40 manat eləyir. 40 manat qazanmalı idi. Amma 20% xeyirlə satıbsa 40-ı 20% xeyirlə satanda 40-ı vuracam 120-yə, 20% artıracam da. Böləcəm 100-ə. Demək 48 manat qazanıb. Amma 40 qazanmalı idi. 48 qazanıb. Sonra nə yazıb? Və qalanını 35% xeyirlə. 8 kitab satıb 20 kitabdan. 12 kitabı qalıb. Bu 12 kitabın da 5 manatdan 60 manat pulu eləməli idi. Amma 35% xeyirlə satıb. 60-ı 35% xeyirlə satanda 60-ı 135-ə vuracam. Böləcəm 100-ə. Bərabərdir. 60-dan ixtisar getdi 1 10-a. 60-ı 135-ə vuranda 600, 180, 780, o da 30. 200, 780, o da 30. 810 bölünsün 10. Bu da bərabərdir. 10-a bölünür 81 manat. Bu qədər. Deməli, o 20% xeyirlə satdı, 48 qazandı. 35% xeyirlə satdı, 81 qazandı. 48 manat bu qazanc, 81 manat da bu qazanc. Daha doğrusu əldə edilən pul 129. Sonra nə edib? 10%-in də rüsumu ödədi. 129 manat kitabdan pul əldə edib, bunun 10%-ini rüsuma verib. Onda yerdə qalıb 90%. 129-u vuracam 90-a, böləcəm 100-ə. Görün bunun nə qədər pulu var. Ona ixtisar getdi. 9-u 129-a vuranda 9-u vurdum 100-ə, 900. 9-u vurdum 20-yə, 180. 9-u vurdum 9-a, 81. Bölünsün 10. Neçə eləyir toplayanda? 181, 381, 261, 1161 bölünsün 10'a. Ona da böləndə 116,1 manat. Deməli satıcı qazanmalı idi 100 manat. Amma müəyyən gəlirlərlə satdı kitabı 116 manat 10 qəpik xeyir pul qazandı. 16 manat 10 qəpik xeyri var. Aha. 16,10 qəpik xeyri var. Görək indi deməli nə baş verdi? 100 manatdan artdı oldu nə qədər? 116,1 manat. Kəmiyyətlərin dəyişməsinin faizli ifadəsi. İndi deyir neçə faiz xeyir edib? Hə, 100 manatdan artdı oldu 116. Necə tapırdıq? 116,1. Sonrakı qiymət çıxılsın əvvəlki qiymət. Bölünsün əvvəlki qiymət, vurulsun 100%. Yadınıza düşdü bu kəmiyyətlərin dəyişməsi. Bəli. Bu 100-dən bu 100 getdi. 116,1-dən 100 çıxanda 16,1% xeyir etmiş oldu. Doğru cavab.